Sosial verilişlər daha çoxluq təşkil edir. Özü 3 saatdır. Hələ bir eyni saatı gözləyirlər ki, bu saatda başlayırıq sosial proqramı. Serialdan betər olub ya sosial verilişlər. Acından mı ölmüşsünüz? Acından belə eləyirlər. Heç bir şey ailə ilə oturub baxmaq olmur da. Heç cinayətdir ya başqa bir şeydir. TikTokda məşhur olan adamları çıxardılar efirə. Səsi olmayan. Azərbaycan sözünü düzgün tələffüz edə bilməyən Azərbaycan deyən adamlar efirlərdədir. Komedi kanalının özü TikTokda baş verən hadisələri daşırlar səhnəyə. Bunu eləməklə ki, səhnə dinamikası artır. Nə oldu? Abajı gəl. Ged olma. Bu nədir? Senzura var idi. İndi senzura yoxdur. Rahat. Seriallarımız da məişət mövzusu üzərindədir. Çıxarmırıq da biz o məişətdən, o xəyanətdən. Seriallar ki, bu mövzuların üzərində qurulur. İzləyən qadın da fikirləşir ki, mən rahatlıqla həyat yoldaşımı tərk eləyə bilərəm, yaxud da ona xəyanət eləyə bilərəm. Yəni nəticəsi nə ola bilər? Maksimum serial mənə bunu göstərir. Niyə də onlar yox, ki biz dəyişməliyik.